Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə WhatsApp riyaziyyat qrupumuza paylaşdığımız çox gözəl, maraqlı 4 sualın izahına baxaq və suallar üçün sualları tapıb qrupa paylaşdığı üçün Asma müəlliməyə təşəkkürümüzü bildiririk və başlayaq suallarımızın izahına. Deməli, belə bir sual verir ki, bu 30 və 40 dərəcədir və verilən qiymətlərə əsasən BD ilə AC-nin bərabərliyi göstərilir və deyir ki, bir bucağa neçə dərəcədir? Yəni, bu kimi suallarda nəyə diqqət etmək lazımdır? 30 və 40-ın toplamı çöldəki xarici bucaq bizə 70 dərəcəni verir və biz 70 dərəcə kimi, 36 kimi qiymətləri görəndə, 72 dərəcələri kimi bucaqları görəndə bərabər yanlı üçbucaq yaratmağa diqqət edək. Deməli, buradan bunu bu şəkildə uzatma etsək və burada 70 dərəcəyə bərabər olan bir dənə AD düz xəttini bərabər dəyişdirək olaraq qeyd etsək, əlavə bir düz xətt yaratsaq və bu da 70 dərəcəli bucaq yaratmış olsa və təpədəki bucağa da qalır 40 dərəcə. Təpədəki bucağa 40 dərəcə qaldıqdan sonra bir bucaq 70, digər bucağımız da 70 dərəcə olmaqla bunları bir bərabər yanlı üçbucaq olduğunu görmüş oluruq. Bu bir bərabər yanlı üçbucaqdırsa adlandırmamızı edək. Deməli, mən buna bir adlandırma etsəm özümüzdən, buna bir adlandırma edək M olaraq. Eyni şəkildə buna da bir M olaraq adlandıraq, çünki bərabər yanlıdır. Bu tərəfə bir N olaraq adlandırsaq və daha sonra bərabər yanlı olduğu diqqət edək. Bəlkə də digər tərəflərə əslində çox ehtiyac olmayasıdır. Bu da M-dir, buna da A hərfi deyə adlandıraq və diqqət edirsizsə bu tərəf N üstəgəl alınmış olur və eyni şəkildə bu tərəfin də qiyməti bərabər yanlı olduğuna görə N üstəgəl alınmış olur. Və əgər bərabər yanlı olduğuna görə n üstəgəl alındığına görə bu tərəfin də qiyməti n üstəgəl alınmış oldu və əslində şərtin əvvəlində verilən BD xətti ilə AC-nin bərabərliyinə əsasən BD eşitliyin qiyməti bizə artıq A olaraq tapılmış oldu. BD eşitliyin qiyməti bu da elədir A. Və burada bunu A olaraq qeyd etdikdən sonra biraz daha səliqəli yazaq. Bunu A olaraq qeyd etdikdən sonra əslində bu hissədəki üçbucaq ilə bu hissədəki üçbucaq şəkil boyut baxımından bir-birinin eynisi olmasa belə bu üçbucaqlar bir-birlərinin eynisi olmuş oldular. Hətta istəyirsinizsə şəkli biraz da həmin hissəsini yerləşdirək. Baxın. Bu xətti silək ki, daha doğrusu alınsın. Şəklin həmin hissəsini azacıq düzəliş göstərək. Bu şəkli əslində doğrusunda bu şəkildə biraz uzatma olmalıydı. Və bu tərəfin uzunluğu da A olaraq tapmış olduq və eyni şəkildə bu tərəfin də uzunluğu A olaraq verildi və əslində bu tərəfdəki üçbucaq ilə bu tərəfdəki üçbucaq bir-birlərinin eynisidirlər. Və ona görə xaricdəki bucaq 70-dir. Bu da M-dir, bu da A-dır. Eyni şəkildə bu da M-dir, bu da A-dır. Deməli, artıq söz gedən B nöqtəsi, bu da artıq 40 dərəcəli bir bucaq olmuş oldu. Maraqlı bir sual idi. Bu sualın bənzərini başqa dərəcələrlə əslində işləmişik sizlərlə birgə. Növbəti suala keçək. Deməli, bu sualda isə bizə deyir ki, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tap deyir. 5-ə bölünməsindən alınan qalığı tapmaq üçün birinci növbədə diqqət edək ki, 4 faktorialdan sonra gələn ədədlərimiz 5 faktorial, 6 faktorial, eyni şəkildə bu sıralama ilə davam edir və 1 faktorialın cavabı 1 edər, 2 faktorialın cavabı 2, 3 faktorialın cavabı 6, 4 faktorialın isə cavabı 24 etdi. Bundan sonraki gələn 5 faktorial 120 olar, 6 faktorial 120 vur 6, 7 faktorial 120 vur 7 bu şəkildə davam edir və əslində diqqət edərsiniz, görürsünüz ki, bunların hamısı sonu sıfırla qurtaran bir ədəd olduğuna görə 5-ə qalıqsız şəkildə bölünür. Yəni, bu tərəfdə heç bir problem yoxdur, 5-ə bölünmə qalıqsızdır. Ancaq bu tərəf hissədə diqqət edərsiniz, 5-ə bölünmə zamanı alınan qalığı tapmaq üçün bunların toplamına baxarsınız. Elədir 33, ədədlərin toplamı 33 elədir. 33-ü biz 5-ə bölərkən alınan cavabımız 6, qalıqda da 3 olmuş oldu. Və cavab oldu 3. Üçüncü sualımıza keçək. Üçüncü sualımıza baxaq. Çox gözəl bir sualdır. Deməli, bu sualda nə edirik? Birinci növbədə diqqət edək ki, birinci və sonuncuya. Məsələ birinci və sonuncu arasında, ikinci və sondan əvvəlki arasında
baş verəsidir. Deməli, birinci növbədə ortaq məxrəc gətirsəm, 1 bölünsün 2 üstü 49 üstəgəl 1, sürətdə də 1 alınır. Eyni şəkildə sonuncuya baxsınız, 2 üstü 49 üstəgəl 1 və daha sonra birincini ortaq məxrəc gətirsəm, 2 üstü 49 bir saniyə. Yəni, tərs çevirəndə da bir baş yazdım onların. 2 üstü 49, məxrəcdə isə 2 üstü 49 üstəgəl 1 alınır. Digərində isə 2 üstü 49 üstəgəl 1 və bu da digər üstəgəl 1 alınır. Və bu kəsirləri toplayanda alınan yekun nəticə açıq-aşkar da görsənir ki, sürətdə də nisbətlər 1 olaraq yazmış olarıq. Deməli, birinci və sonuncu əgər burada mənfi olarsa, burada da müsbət olarsa, bu şəkildə yazılır. Demək olar ki, hər zaman bizə doğru cavabı aparasıdır. Buradan cavab 1 almış olduq və biz baxırıq ki, mənfi 49 və müsbət 49 olmaqla həmin parçada mənfi 49 və müsbət 49 olmaqla bu parçada toplamda 99 dənə ədədimiz var. Və 99 dənə ədədin içərisindən deməli 98 dənəsini cütlük olaraq qəbul edib, hər birini 1 olaraq götürsək və yerdə qalan bir dənə ortada bir ədədimiz qalasıdır ki, o da artıq məlum məsələdir ki, qüvvətdə 0 olan 1 bölünsün 2 üstü 0 üstəgəl 1 ifadəsi olasıdır ki, bu da tən ortada tək olaraq qalasıdır, amma digərləri hamısı bir-birini cütlük olaraq götürəsidir. Yəni, burada toplamda 99 dənə ədədimiz var. 99 dənədən 98 dənəsi cütlükdür və 98 dənədən 2 götürsək, yəni 98-i 2-yə bölsəz, burada 49 dənə 1 yaranar və daha sonra bir dənə də ortadakı bu ifadədir və bu ifadənin də cavabı 1 bölünsün 1 üstəgəl 1, 1 böl 2, yəni 0,5 edər. Yəni, yekun nəticədə 49 üstəgəlinsin 0,5. Bu da bizə 49,5 vermiş oldu. Növbəti sualımıza keçək. Və günün sonuncu və ən maraqlı suallarından birinə gəldik. Bu sualımızda da deməli biz burada nə edə bilərik? Deməli, şərtdə verilibdir ki, AB ilə BC-nin toplamının deməli, toplamının yarısı DC-dir. Baxın, bizə şərtdə bunu verir. Deməli, biz burada BC-nin özünə bərabər olacaq şəkildə bunu uzatsaq, əgər BC-nin özünə bərabər olacaq şəkildə uzatsaq, baxın, bu şəkildə. Biz BC-nin özünə bərabər olacaq şəkildə uzatsaq, deməli, burada M olaraq qeyd edək, hətta 2M olaraq qeyd edək, sonra lazım olasıdır bu bizə. Bu da 2M olaraq qeyd edək. Özünə bərabər olacaq şəkildə uzatdığımıza görə C iştirak olaraq adlandıraq ki, qarışıqlıq düşməsin. Və daha sonra eyni şəkildə bu tərəfi də bir 2N şəklində adlandıraq və bütün oturacağın qiyməti 2M üstəgəl 2N olduğunu görmüş olduq və bizə şərtdə qeyd edir ki, DC artıq bunun tən yarısıdır. Bayaqki halda bununla bunun toplamının yarısı biz onu istifadə edə bilmirik. Artıq uzatma etdikdən sonra deyə bilərik ki, DC bu xəttin AC iştirak xəttinin tən yarısıdır. Yəni, M üstəgəl N olduğunu deyə bilərik. Buradan bir şey də diqqətimizi çəkir ki, əgər biz bu C xəttini bu şəkildə uzatma etsək, sonra da gətirib çıxartsaq və bu zaman nə görmüş olarıq? Artıq bu böyük üçbucaq üçün, düz bucaqlı üçbucaq üçün bir orta xətt olmuş olar və orta xətt olduğuna görə, buna görə də bizim 2M və 2N götürmək səbəbimiz bu oldu ki, yarıya bölünmə olmuş olsun və M plus N şəklində qeyd etmiş olduq və artıq orta xəttdir və orta xətt olduğunu qeyd edəndən sonra bu bucağın 90 dərəcə olmasına diqqət edin. Bu C-dən çəkilən xətt həm median, həm də hündürlükdür. Deməli, bu bir bərabər yanlı üçbucaqdır. Deməli, həm də tənböləndir. Həm də tənbölən olduğuna görə bu bucağı da 35 dərəcə yazmış oluruq. Və eyni şəkildə paralelliyə bizim öyrəndiyimiz F hərfi qaydasına görə 35 dərəcə olduğuna görə bu da 35 dərəcədir və artıq bu da 35-dir və bu bərabər yanlı olduğuna görə bu bucağa da qalır 35 dərəcə və artıq xarici bucaq olaraq X-in qiymətini biz buradan 70 olaraq qeyd edə bilərik. Çox gözəl 4 sual işlədik. Növbəti suallardan ilk öncə siz xəbərdar olub, daha sonra həlli videosuna görmək istəyirsinizsə əgər, qrupumuza qoşulub, ödənişsiz qrupumuza qoşulub faydalana bilərsiniz. 050 778 44 24. Həmçinin MIQ üçün sürət qruplarımızda təkrar testlər, suallar işləyirik, sınaqlar işlənilir.
vaxtla suallar işləyirik. Əgər qoşulmaq istəyən müəllimlərimizi aramızda görməyə şad olaraq. Hər kəsə olar.